Salam əziz tamaşaçılar, Magen David qrupunun təşkilatçılığı ilə Monitor TV-də bizim qonaqda mən Nura sizi salamlayıram. Qonağımızı təqdim etməmişdən öncə biraz qonağım haqqında danışmaq istəyirəm. Heç vaxt efirdə olan qonaq haqqında məlumat verməmişəm, bunu ilk dəfə edirəm. Çünki qonağımız geyimi ilə, şousu ilə, səsi ilə seçilən, sevilən, Azərbaycanda restoran biznesində məşhur olan ilk bu sistemi yaradan sevimli müğənni Niyam Salamidir. Aycan. Hoş gördük. Aycan, çox sağ olun, var olun. Bu veriliş başlamamdan əvvəl o səhnə arxası söhbət eləmək mənə çox ləzzət eləyir ki, tanışlıq yaxşı şeydir. Yad gördünüz, tanış çıxdıq. Gör neçə ilin bir-birimizi tanıyır, dostlarıyıq. Yol getmişik. Dost, deyir, bayaqlar, dostlar da dost olur yolda. Bəli, o yaxşıdır. Ümumiyyətcə, yol yoldaşı demək deyirlər, ha. Yəni, doğrudan məndə belə bir şeydir. Mən yola çıxdım, bütün kollektivə deyirəm ki, məni Niyam Salami kimi görməyin səhnədən. Onu görməməlisiniz. Biz yoldayıq. Çox gözəl. Biz yoldayıq. Yola çıxdıqsa, mənimlə bir yerdə kim olur olsun, mən həmən adamam, həmən adam da mən olmalıdır. Bitdi. Ondan başqa ola bilməz. Yəni, iynə sapa qədər də birinci mən götürürəm. Çox diqqətlisiniz. Bəli, hə. Mən o gün çox müğənnilərin hər zaman verdiyi intervyuları oxuyuram da, araşdırıram. Çünki bu bizim işimizdir. Dünən Sərdar Ortacın, Türk müğənnisinin çox gözəl bir verdiyi müsahibəni oxudum. Deyir ki, mən çox mahnılar yaza bilərəm, tanınmış ola bilərəm, yəni hər kəsin sevimlisi ola bilərəm. Amma mən istəyərdim ki, mən hər kəs kimi olum, Sərdar olum. Yəni Sərdar Ortac yox, Sərdar olum. Yəni bugün Niyam Salami də o sözü özünə deyir. Yəni mən yox, mən amma əksinə deyirəm. Belə deyirəm, mən çox sevinirəm, çox şadam. Bazara girə bilirəm. Aha. Yəni siz elə zəmbil əlimdə. Bazara gedirəm. Market, uşaqlar deyir ki, məsələn, müəllim yazın, deyirəm ki, sən nə bilirsən, mən nə yeyəcəm, nə alacam. Onlar sizcə onu mu düşünürlər, yoxsa özlərindən sıxışdırmırlar? Bəzi yarı o tərəflə fikirləşir, yarı bu tərəflə fikirləşir ki, yəni məni görməməlidirlər. Mən ancaq səhnədə görməliyəm. Əl çatmaz. Amma məndə belə bir şey yoxdur. Mən pandemiyadan sonra ölümün nə olduğundan xəbərim oldu. İnsanlar çox vaxtı başa düşür ki, mən şahəsərəm, yəni əgər mənim qızılım olsa, Bentley'm olsa, hər şeyim, yəni varım, dövlətim, şahəsər bu deməkdir. Yox, şahəsər zənginlik deməkdir. Daxilən. Həcci milyoner ola bilməz. Misal üçün, mənim anlamımca. Həcci zəngin olmalıdır. Həccinin marketləri də ola bilər, binalar tikdirə bilər. Zənginliyi hardan görünür? Misal üçün, yanaşma tərzi insanlara, salam verməyi, insanların yanında olmağı, evi 500 minə yox, tikdiyindən qazanmasın, 100 min qazansın, 50 min. Həmişə qazansın. Marketləri olsun, əti verməsin 19 manata, versin 12 manata. Bir müğənni, bir sənətkar, bir siyasətçi, bir idmançı, bir dövləti təbliğ eləyir. Sən elə bir insan olmalısan ki, elə bir, yəni adın çəkiləndə Azərbaycan adı çəkilir. Ona görə də o məhsuliyyəti mən daşıyıram ki, mənə adicə o görün. Mən onlara baxa-baxa müğənni gördüm ki, yox, məhsuliyyət deməkdir. Geyimində, keçimində, şounda, yanaşma tərzində insan mən üçün çox önəmlidir bu həyatda, sizə açığım deyim. Yəni, insansız gəzə bilmərəm, dostsuz qala bilmərəm. Bəzən insan deyir, dost cibimin puludur. Mən bunu dəfələrlə deyirəm, rəng qatır. İndiki pul andıra qalsın, indiki pul, yəni elə bir vəziyyətə, bu başqa siyasəti, başqa söhbətdir, başqa yerin söhbətidir. Buranın söhbəti deyil. Yəni, pul rəng deməkdir. İnsan həyatına rəng qatır, böyük rəng qatır. Misal üçün, pulun olmasa evdə kombi çəkə bilməzsən, istilik sistemi ola bilməzsən. Amma sən puldan sui-istifadə eləmədə, pul yaxşı şeydir. Hər şeyin yaxşı, pis tərəfi var. Allah elə bir şeylər yaradır ki. Çox ver ki,
qudurmayım, az vermə ki, acından ölməyim. Aycan. Bugün niyam necə deyir? Mən belə deyirəm, mən dualarımda belə deyirəm. Nə yaxşı ki, Allah deyirəm, səni tanıya bildim. Nə yaxşı ki, səcdəyə gəlib Allah sözünü mənə dizdirə bilirsən, lal deyiləm. Nə yaxşı ki, gözüm görür, şükür eləyirəm, həmişə bunları deyirəm. Allah mənə yetir ki, mənim əlimlə deyirəm, əgər mən seçmisənsə məni ailəyə, nəsilə, bu qədər insana, onda ruzumu ver ki, mən də qoru, mən də paylayayım. Allah, amma mənim o verən əlimi kəsmə. Deyir, bəziləri atları, arabaları ilə öyünürlər. Bax, o sualı verdim, artıq o sualın cavabını vermirsən. Mən isə deyir, Allahımla öyünürəm. Mən görürəm ki, siz hər zaman, hər bir işinizdə Tanrıya güvənirsiniz. Yəni, gücü Tanrıdan alırsınız. Çünki güc oradadır. Güc oradadır. İnsana güvənmirsiniz. Bir insana güvənən lənət aldın. Tanrıya güvənən xeyir dağılır. Yox, insanın niyə? İnsanı üzr istəyirəm, deyirlər ki, rus demiş ki, daveriya eləmə. Yox, sən daveriya eləməsən, sən işə başlaya bilməzsən. Heç bir iş görə bilməzsən. Onda rejissoru çağırma. Düzdür. Onda daverin yoxdursa, iş qura bilməzsən. Yəni, bütün işlər insandan başlayır. Tikintidən tutmuş. Misal üçün, mənə deyirlər ki, niyam gəl gedək dincələ bir telefonu söndürək. Biraz deyirəm, sən nə danışırsan? Mən telefon söndürüm, dincəlim, o həyatda ola bilməz. Mən insansız yaşaya bilmərəm. Meşədə də insan gəzirəm. Yəni, mümkün deyil. Hansı bürsüz? Dolça bürcü. Mən də dolçayam. Deyirəm, axı, enerji hardan gəlir? Doğrudan, necəsin? Fevral dolçasıyam. Fevral, 15-dən hə? Naturalli dolça bir. 2 dolça üz-üzə. Bayaqdan istəyirəm bürcüvü soruşur. Deyirəm ki, dolça deyə müraciət eləyəcəm. Sonra deyirəm ki, birdən olmaz. Həqiqətən bütün danışıqların bir dolçaya xasdır. Bir də niyam, adınız niyamdır. Deyir ki, insanın, mənim də adım Nuranədir, deyir, hər bir adın, deyir, insan həyatına şamilliyi var. Müt önəmlidir. Kişi xaylağına qadından bilmirəm. Qadından xəbərim yoxdur, o tərəfinin qadının. Qadının bütün əzbər tanıyan adamam kişi qadın mövzusunda. Amma kişidə bilirəm ki, kişidə rəng, saç düzümü, rənglə saç düzümü, kişidə xasiyyəti, xüsusiyyəti ada bağlıdır. Bəlir. Niyam adın mənası nədir? Niyaməddin olmalı idi adım. Aha. Azərbaycan sayağı eləyiblər Niyaməddin. Niyaməddin. Niyaməddin adım, atam. Niyaməddin adım, qısa Niyam. Niyam. Səni unuda bilmirəm mən, sənsiz yaşaya bilmirəm ya. Atamın əziyyəti çox olub bizim üstümüzə. Amma mən onu necə deyirdim ki, neyiniyim? Allah mənə onu verdi. Niyam salamı, mən fəxr eləyirəm. Atamın adı ilə yaşayım. Bugün bu ad bir markadır da, bilirsən. Bilmirəm, onu siz deyərsiniz. Mən onu deyirəm, sözümün də ağasıyam, bilirəm, şərhlər yazacaq, qoy yazsınlar. Çünki o monitor pələngləri çoxdur. El gözü tələsidir. Biz də aparıcıyıq, illərdir bu ağı qaranı seçirik. Mən bunu deyirəm, sözümün də ağasıyam. Niyabın yaratdığı şou səhnədə biz bunu acımışdıq, biz bunu görmək istəyirdik. Çünki bu artıq lazım idi. Lazım olan vaxtı bunu etdin Niyam. Etdin. O şounu yaratdın öz restoranında. Çoxlarıyla duet oxudun. Yəni, hər bir mahnıda uğur qazandın. Uğur qazanan insanın onsuz da ayağından çəkənlər olacaqdır. Mümkündür. Bu mübarizədir. Həyat imtahandır. Mübarizədir və imtahandır. Hər kəs mübarizə aparır və imtahan verir. Amma xahiş edirəm, imtahandan kimisə quyuya salıb çıxar, quyuya atıb o imtahandan qalib gəlməyin. Qalib kimi imtahandan çıxır insanlar. Sənətdə də bu budur. Kiminsə bədbəxtliyi üstündə öz xoşbəxtliyinizi qurmayın. Onsuz da siz də bədbəxtsiz. Siz elə bilirsiniz, xoşbəxtsiz yox. Amma bugün Niyam onu etmir. Olar. Misal üçün, mən kimlərdən, çaşı 2 saat, 3 saat verilişimiz oluydu ki, mən misal üçün deyək ki, konkret mövzu olaraq fikirlərimi sizinlə bölüşə biləydim. Əlinə 500.000 pul düşür, ticarətçi sayır özünü. Baxın. Səbəb. Ticarətçi sayır, həmən də pul qazanmaq istəyir. Kasıb doğulmayıb axı. Bəli, özü kasıb yoxdur. Açığın sizə deyim, fəhlə sözü yoxdur. Allah heç kimi fəhlə yaratmayıb. Fəhlə özümüz eləyirik. Oxumuruq, olursan fəhlə. O da bizə lazımdır. Bugün fəhlə olmasa binaları təkər. Ay can, Allah səni var. Dolça. Hə, dolça yox axı. Amma deyə bilmərik, hamı da ziyalı ola bilməz. Hamı professor ola bilməz. Demək, fəhlə
Demək, sən fəhləlikdən başlam. Sən fəhlə olmasan da atom fəhlə olub, əmin fəhlə olub. Nə bilim, kimsə. Sən ona hörmət edib, onun öz tərəfinə yanaşmalısan ona. Üzr istəyirəm. Ölüm var da öləcək, milyoner də ölür. Bəli. Dünyanı idarə edən belə insanlar ölür. Heç kim mən sağ görmədim bu həyatda. Əgər milyonun varsa, nəyi bölüşmək istəmirsən? Niyə bölüşmək istəmirsən? Niyə bölüşmək istəmirsən? Məncə, o milyonu olan insanlar var da, insan məncə daxilən varlı olmalıdır. Onlar daxilən kasıb və zahirən milyonlu olan insanlardır ki, onlar paylaşa bilmirlər. Məncə, insan birinci daxilən varlı olmalıdır ki, onun əlində var dövlət gələndə o onu deyirsən biznesdə qura bilər. O pulu sənətdə də yatıra bilər. Çünki daxili kasıb deyil. O siz danışdığınız milyonçu insanlar daxili kasıbdır. Çox geri zəkalıdırlar. Yəni mən gəlirdim ki, nə yaxşı ki, üzr istəyirəm, bir-birimizə cavab verə bilirik. Doğrudan sual. Elə bil ki, sual cavab deyil. Bəli, suallarımız və öz fikirlərimiz bir-birini tamamlayır. Mən o bursu verilişlərdə də demişəm. O deyir, Nəsiminin sözü var, şairin, zərrə mənəm, günəş mənəm, haqq mənəm, haqq məndədir. Haqq bizdən başlayır. Haqq bizdən başlayır ömrüm. Məncə Allah insanın vicdanıdır. Necə düşünürsən? Vicdanı nədir? Əqidə, vicdan. Hamısı onun içində. Oradan başlayır. Allahın neçə adı var, ha? 100 neçə bəlkə adı var. Elə orada vicdan, əqidə sözü. Mən uzanıram, ha? Öz vicdanımla. Orada heç kim olmur, yataq yerində yatırsan, ha? Mən bəzən deyirəm ki, insanlar deyirəm, görəsən o necə vicdanı ilə necə danışır, üzbəyiz, görəsən necə eləyir onu, necə öz-özünü görə, necə alladır özünü, necə bu şeylərə gətirir, çıxardır. Yəni, sonra görürəm ki, yox, o da olmalıdır. O da olmalıdır ki, sən onu görməlisən. Konfeti də alanda bu xarab çıxmalıdır ki, sən o bursu yaxşısını axtarıb tapasan. Çünki mən indi tıklanmıram pislik tərəfə. İndi pis sözündən ümumiyyətcə fikirləşmirəm. Pisdən uzaqam. Hep karanlık, yeter artık yeter. Bir avuç kar beyazı, bir adım yol bana. Bir nefes ver, bir fısılda. Şükür eləyirəm ömrüm. Mən bizin içindəyəm. Ləzgi, Talış, nə bilim, Azərbaycanlı, bilmirəm nə qədər hər kəsin içindəyəm də, nə yaxşı. Yəni, bu sizi yormur? İnsanı Allahdır yükü daşıyanı yükü daşıya bilən insana o yükü daşıdığı qədərində verir. Ona görə bəzən yoruluram. Nə danışırsınız? Deynim yorulur, deyinirəm, əsəb keçirdirəm. Misal, üzr istəyirəm, bəzən adam deyir ki, bir siqaret çəkim, əsəbiyəm. Bilmir ki, siqaret ümumiyyətcə çəkmək üçün deyil. Misal, çəkir, əsəbini soyudur. Bəzi insan var ki, üzr istəyirəm, şərab içə bilər, hansı bir əsəb ki, bir sakitlik gəlsin, ya dərman ata bilər. Amma mən nə içirəm, nə çəkirəm, nə də ancaq özümün insan məni sakit eləyə bilər. Misal, İbrahimin yanımdakı uşaqlar var da, Eldənizdir, İbrahimdir, misal üçün Qazi uşaqdır, Azər var, yəni nə qədər işçamal var, nə qədər işçi, yəni biri qonşumdur, biri odur, biri dostumdur. Yəni budur bu məni biz eləyən. Xoşbəxt edən. Məni xoşbəxt eləyən. Nə yaxşı deyirəm, ay Allah. Misal üçün, vaxtında çayı dedim, çayı süzdü də bir dənə. Nə olardı? Biz deməmiş bu çayı süzdə qoy da bura çay nə daxı. Bilirsiniz ki, bir qapı döymək adamı hara aparır. Mən bir dəfə maşınım yox idi. Papanində yaşayırdım. Bilirsiniz ki, rəngli geyim biraz bayırda giymək çox çətindir. Sənətçi üçün maşın olmaq, rəngli səhnə paltarı ilə girdin maşına gəldin ya da gəlib səhnədə giyməlisən. Qırmızı bardovudur, 4 düyməli deyərlər də. Pencə ilk giyindim mən, bardovu şeylə, vadalaska giymişdim, indiyə qədər yadımdadır, Papanində. Yaşayırdım, ayaqla çıxanda deyinə çıxdım ki, dedim, ay Allah, neyiniyim də, necə eləyim də, taksi pulunu da çatdıra bilmirəm, neyiniyim, yəni biraz belə deyinə gedirdim.
Gəldim. Taksi yerinə çatanda nəyə şükür elədim? Dedim, qırmızı pencəklə gəldim. Heç kim mənim arxamca bir söz demədi. Eşitmədim ayaq. Bəlkə də o zaman mənim də həyatımda baş verib. Bəlkə o zaman heç kim sizi görməyib. İnanırsan, Allah bu möcüzəni edir. Oranı bağlayıb Allah insanlardır. Bəli, bağlayıb. Tək o yolu sizin üçün açıb. Ürəyi görür Tanrı. Başa düşdünüz? Tanrı... Amma deyə bilərdilər, məhəllədən keçirəm, bana kişidən qırmızı geyib, o deyər, bu ki, yəni bunu deyə bilərdilər. Çünki qırmızı rəng məhəllə içindir, məhəllədə gəzmək içindir, məhəllə paltarı var, küçənin küçə paltarı var, konsertin səhnə, hər şeyin öz yeri var. Mən onu neyim, indi oradan elədim də, onda da alo taksi yox idi ki, qapıya gəlsin, minim. Və mən taksiyə minəndə 07 qırmızı saxladı, indiyə qədər yadımdadır, uşağın adı Əbülfəz. Saxladı, qəribə bir yanaşma elədi. Mənim, buyurun, oturun, salfetka mənim nə lazımdır, özüm belə oturanda bir qəribə hiss elədim, dedim, qardaş, adı nədir, dedi Əbülfəz. Dedim, halal olsun sənə. Dedi, biz sizi çox sürdüm, tanıyırsan məni. Əlbəttə, müğənni deyilsiniz, dedim, hə, onda o qədər də tanınmış deyildim. Görüb məni, filan restoranda görüb. Yəni, baxın, bir yanaşma ilə uşaq mənim yanımda oldu. Bəlkə ürəyim deyib, insanın iç dünyası nə qədər təmiz olur. Yəni, nəyi dedim, qapı döymək var, ha. Gördünüz, bir düzgün salamı o uşaq mənə verməklə mənim qəlbimi fəth elədi. Bir dənə zubaçiska mənə dedi, salfetka lazımdır, deyir mənə, yəni bir salfetka ilə başım qatdı. Odur, yəni heç kim deməsin ki, mənə neyniyib o? Mən misal üçün indi demirəm ki, misal üçün, mənim ona nə aslı işim var, rədd elə geçsin. Nə? Mənim səndən də aslı işim var, sənin məndən də aslı işim var. Hər kəsdən aslı işi var. Onda biri dar günə düşəndə niyə yığırsan falan kəsi? Yığma. Dəmir qapı həmişə taxta döyür. Bəli, döyəcək də. Dəmir qapı da taxta qapıya, taxta qapı da dəmir qapıya. Mümkün deyil. Yəni, heç kim bir-biri ilə ayrı gəzməsin. O yox, mənlidir, sənlidir. Mənim kişi xaylağına xoşum gəlmir. Yavaş-yavaş gelirsin. Yəni, asta gəl. Kişi xaylaq cin olmalıdır. Qazanmalıdır. Cin olmalıdır. Bəli, yəni, necə yəni? Üzr istəyirəm sizdən. Nənəmin bir sözü var idi, deyir ki, üzr istəyirəm sözümə görə. Deyir, qadını, bala, qadın uşaq, qadını bir dənə paltarı cırıq olar, ya nəysə, sinəsi açıq olar. Bir yerdən gedəndə ona görə adalıca nələr deyərlər. Kişi xaylağı deyir, lüt bıraq şeyə, meşə deyirlər, dəlidir. Hə, kişiyə belə deyirlər də. Çünki kişidir. Bəli. Ona görə də mən istəmirəm, mən istəyirəm ki, kişilər həmişə xanımlarının yanında qala bilsin. Mən əsas istəyirəm ki, kişilər həmişə xanımları qorusunlar. Bugün xanımların qorunmağa ehtiyacı var. Qorunmağın içində qayğı var, məhəbbət var, sevgi var. Hamısının elə bir ki, başlığı kişinin gücüdür. Onu siz dediniz də, güclü olmalıdır, qorumalıdır qadını. Məndən enerjili olacaqsa mənim arvadım kül mənim başıma. Dolçadan enerjili, yox. Yox, məndən sən necə becid ola bilərsən? Mən oturum evdə, sən get pul qazan, mən gəlim, yeyim, bir belə harın da danışım. Var elə kişilər var. Var nə deyir, çox deyir, var nə deyir, görə gəlir. Ona görə də, yəni, nə bilim, yəni, gördün, ələkdən keçirtməlisin. Çayınızı için. Bir də hər bir müğənninin vizit kartı var. Düzdür, bu sualı hər zaman verilir, amma önəmlidir də müğənninin vizit kartı var mahnılarında. Yəni bu mahnı ilə xalq onu sevir. Bəli, bu mahnı onun başqa sənəti ilə, xarakteri ilə, xüsusiyyəti ilə, xasiyyəti ilə, yanaşma tərzi ilə, Azərbaycanlı olmağı ilə, Azərbaycan ladından çıxmamaq şərti ilə. Niyə? İranda oxuya bilərsən, Yahudi mahnısı oxuya bilərsən, Fars mahnısı oxuya bilərsən, Rus mahnısı. Niyə oxumursan? Mən Zeynəb Anlarova nə deyək onda? Yox, Hind mahnıları biz uşaqlığımız mümkün olar. Yox, Yəmənlə. Bəli, oxuyub. İndi toylarda oxunur. Hər dövlətə gedəndə onun mahnısını oxuyurdu ki, baxın. Yəni, Azərbaycanı tanı, hətta mən müğənniyəm, sənin də dilində oxuya bilərəm. Musiqiyə sərhəd yoxdur. Düzdür. Sizin vizit kartı... Vizit kartı ondan başlayıram. Onu deyil. İlk mənim mahnım, Allah qəni rəhmət eləsin, Rəhimə. Rəhimə dedim, ay Rəhim, mənə bir mahnı ver. Dedi, yox, bax, düzlüyə bax. Dedi, yox, məndən yox. Birinci ged Ramal sənə bir mahnı yaz. Salamlayıram, dostumuzdur, Ramaldır. Ramal. Dedim, nə Ramal? Dedi ki, Ramal İstafilov, belə tanımırdım. Dedim, doğrudan, dedi, narahat olma.
Allah rəhmət eləsin, qəni-qəni İlham var idi. Eltonun yanında, toylarda, bir yerdə oxuyurdu. Çox yaxşı uşaq idi, dostum idi. Rəhmətə getdi cavan. O dedi, mən ondan yaxınam. Yəni, salam aleyküm var, mən sənə apararam. Gəldim evə, çox yaxşı qarşıladı Ramal məni. Ramal da amma bilir ki, çox istedadlı oğuldu, çox istedadlı uşaq. Sadədir. Həri. Gəldim, dedim ki, bir mahnı, belə danışırıq, belə səmimi söhbət. Dedi, bilirsən, sənə necə mahnı verməliyəm? Bilirsən, belə qalıb. İstedada baxır insanda. Baxır. Bilirsən, necə, belə gəzir. Qayıtdı elə, belə varağı götürdü. Dedi, misal üçün, burada şeir var, bir də sənə deyim. Mən də qalmışam, oturmuşam. Sana haram əllərdəymiş, qururunu əllərəymiş, üzünü şeytan görmür. Elə bunu deyir. Dedim, ya mənim, ay mənim. Dedi, yox, mənim sözüm deyil. Dedim, kimindir? Dedi, Kənan. Dedim, ay qardaş, Kənan zəng eləyəcəm, verəcək mənə sözü. Xahiş eləm bu mahnıdır. Yox, bu məni dəldi. O mahnı ilə çıxdım, hamı mənə dedi ki, tanımırdı. Onda YouTube yox idi. Təzə idi, onda bilinmirdi. O mənim viziti kartım oldu. Heç kim məni tanımırdı, o mahnı ilə tanıdı. Amma məni tanıtdıran səhnəyə Allah Renanın canını sağ eləsin. Onda ATV-də Rena işləyirdi. Həm yerlimdir. Rena xanımı da salamlayırıq. Can, salamlayırıq nədir? Əməyi var və bayaq bir söhbət oldu. Mən istəyərdim onu da aşasız. Doğrudan. Rena xanımla bağlı o danışın. Demək, bu vizit kartımdan sonra Nailə xanım Mirməmmədlinin mahnısı. Nailə xanım Mirməmmədli ilə getdim. Oturmuşdum. Allah qəni-qəni rəhmət eləsin. Xalq artisti Röya xanım dostumuz. O da oradaydı. Mən gəldim, o da oradaydı. Şirin söhbətimizdən yarandı. Dedi, çox müğənni ilə oxumuşam. Səninlə necə bir şey eləməmişik. Səs tembrin xoşuma gəlir. Mən də çox sevindim. Dedim, nə bilim, valla. Nə oxuyaq? Qayıt ki, nə oxuyacaq bu deyil. Anacan, Nailə xanım, elə belə. Bir mahnı yazında, oxuyaq da. Dedi, oy, nə gözəl. Oy, dedi, sevinərəm, nə gözəl. Dedi, siz mənə şeir tapın. Elə bir müğənnisiz ki, siz elə belə yaşınız da yoxdur. Mən sizə sevgi haqqında yaza bilmərəm. Mən səni sevdim, sən. Mənə mövzu verin. Mövzu Rəhimdir adı şairin, amma familiyası yadımdan çıxdı, bağışlasın məni. Amma bilirəm Rəhimdir adı. Şeir gətirdim, tapdım. Dostumun evinə getmişdim. Dedi ki, bacı, bura bax. Bacısı dedi, mənim bacımla dostu, qardaşın şey yazır. Bəlkə onun bir dənə kitabına dedim, əşi yox, sən Allah, mənə profesional lazımdır. Dedi, bir bax da, bax. Ayaq üstü dedim, mən baxaram. Kitabı gətirdilər, elə-belə varaqladım, elə-belə bir içib yazdım. Gördüm, yavaş-yavaş qocarsan, ürək bağladım, dedim, burada nəsə var, ayaq üstü. Göndərdim Nailə xanımı. Nailə xanım 2 saatdan sonra mahnını mənə göndərəndə gözüm doldu. Ki, yəni, bu mahnı mənim olacaq, yəni. Mən inanmırdım ki, Nailə xanımla mən mahnı oxuya bilərəm. O qədər əlim, ayağım əsli, gözüm doldu, qaçdım onlara. Mahnı yarandı. Çox sağ olsun Röya xanım. Onun aranjmanının da pulunu ödədi. Özü, dedi, mənli idi. Klipinə qədər mənli idi. Qoymadı mən bir, yəni, nəysə bir pul xərcləyib. Çox sağ olsun, təşəkkür edirəm. Dost yanaşması budur. Məndən heç nə olmadı, yəni. Mahnı yaranıb, nə etmək lazımdır? Efirə çıxmaq lazımdır. Məndən də əvvəldə, hamı bilir ki, yeni müğənni başlayanda biraz tərləməlisən, pul xərcləməlisən, fotoseç eləməlisən, giyinməlisən, mahnı almasan, aranjman eləməlisən. Yəni, pul xərcləməlisən bu sənətə. Mən də yavaş-yavaş eləyəm, gəldim, indi demirəm, kanalın bəzi işçiləri məndən pul istəmişlər. 10.000 manat, indiyə qədər yadımdadır, paket. Yəni, verməlisən ki, səni müxtəlif verilişlərə çıxartın. Mən də qayıtdım, dedim ki, məndə pul yoxdur. Mən pul olanda ancaq mahnıya klipə verə bilərəm, üzr istəyirəm. Mən dedim, verilişə pul verib çıxa bilmərəm. Özümə haqarət hiss edirəm ki, özümə ad aldım. Bu adı mən özümə aldım. Allah mənə o günü göstərməsin. Küstüm, dedim, yox, mən neydi?
Çox sağ olsun Röyə, gördüm ki, xəbər göndərib Kənandan ki, biz səhər verilişində olacaq, mən verilişdə olacağam, eksklüziv giyinsin, gəlsin, ora verilişə çıxacaq. Rena mənim orada işləyirdi, baş prodüser deyə bütün musiqi departamentinin işinə baxırdı. Məndən pul almaya, müdiriyyətə deməyə, özündən demişdi ki, qoy gəlsin. Elə istedadlı uşağı mən yerdə qoya bilmərəm. Röya ilə gəlsə, qoy gəlsin. Mən kanala çıxıb verilişdə mahnını oxuyanda, hətta orada müdiriyyət demişdi ki, kodunu alın. Ki, yəni, mahnı getməsin. Rena müdiriyyətin başını qata-qata bir mahnı oxudum da öyle. Oxudum, keçdi. Ondan mən şöhrət qazandım. Mənə orada, demək, mən sözü yox idi, gördünüz? Şöhrət üçün necə yollar keçir? Mən sözü yox idi, gördünüz indi? Çox da mən oxuyum, mənəm, mən. Demək, orada Röya oldu, orada aranjmançı var, orada Nailə xanım Mirməmməlidir, orada Rəhim adında şeiri yazan var, burada Rena var imiş, orada Kənan var imiş Röyanın yanında. Kənan deməyə də bilərdi mənə, o qədər prodüserlər var, aləmi qatır. Deyirsən ona, o başqa cürə çatdırır müğənniyə, aləm qopur. Mən onu Renaya necə təşəkkür eləməyim? Unutmamışsınız, özdə illər keçir. Yox, illər keçir, yenə zəng eləyirəm ona. Gec-gec zəng eləyirəm. Bugün də Rəna xanıma təşəkkürümü bildirəm ki, Nihan Salamini... Bir zənginə gəldim bura. Düzdür. İndi idmana gedirdim, idmanımı da xaraba qoydunuz. Hər dəfə getmək bizi qırdı, möcüzə olsun qovuşaq biz. Sən gedəndə yağış yağırdı, günəş mi çıxsın barışaq biz. Hər dəfə getmək bizi qırdı, möcüzə olsun qovuşaq biz. Sən gedəndə yağış yağırdı, günəş mi çıxsın barışaq biz. Bugün Nihan'ın dost dediği insan var, ürəkdən deyir ki, o mənim dostumdur. Necə yəni? Əlbəttə ki, ürəklə deyirəm. Ürəklə deyirəm. Eldəniz yanımda, 10 ildir, 10 neçə ildir. Azər yanımda, dostlarımdır ya, hamısını işə gətirmişəm. Dostlarım yanımda olmalısınız. Kim məndən, üzr istəyirəm, yəni mən onunla misal çəkmirəm, komanda şəkilində. Sağlam komanda həmişə qalib gəlir. Bəli. Bəzi insanlar var ki, günahı işlədirlər, bilirlər ki, günahda onda da qalırlar, günahından doğrular. Amma bəzi insanlar günahı işlətsələr də onun günah olduğunu bilib doğru yola dönürlər. Mən özümə mən demirəm, biz deyirəm. Nə yaxşı bizi Allah belə yaradıb ki... Allah seçib axı sizi. Bilmirəm, onu deyənmərəm, onu siz deyərsiniz. Deyir, yer üzündə Allah həm çağırır, çağırdığında içində seçir. Bəzi insanlar doğulandan seçilir. Onlar günah işlədirlər, yanlış edirlər, amma içində həmişə bir siqnal gəlir olaraq ki, bu düz deyil Nura, bu düz deyil Nihan, bunu eşidirlər. Biz kar olmamalıyıq, kör olmamalıyıq ki, onu görüb və eşidirlər. Bəziləri kar olurlar. O sənin dediyin insanlar var, özün karlığa qoyur, kar deyil ki. O insanlar narsistdirlər. Bəli, bəli. Onun qəlbi çordur. Qəlbi çordur. Onun efibez gözü var ha, 3-cü gözü. Onun çordur. Bayaq mən dedim də Nihan, Allah sizi seçib həqiqətən. Bütün həyat hekayənizi dinləmişəm, danışırıq. Bacı yanında gəzə bilmirdim. Nəcalətdir. Baş aşağı idim, dilim birdən də bacı elə bilər ki, doğrudan da qardaşım elə bilər ki. Onlar belə düşünməzlər, onlar sizi tanıyırlar. Bilirəm, mən fikirləşirəm bax. Deyirəm, bilər ki, bəlkə 500 min arası xərcləyim. Mən elə oğul deyirəm axı 500 mini. Mən fəhləmlə bölən adamam. Zaten yalan ayaq alsa da yerimə. Mən çox Allah qarşısında necə ki səcdəyə gedirəm. Allah sənin qarşısında səcdəyə gedim. Bilmirəm necə təşəkkür edeyim ki, yəni budur qanun. Azərbaycanda qanun da var. Ədalət də var. Yetər. Qanun qarşısına sən təmiz çıxmalısın. Düzdür. Sən təmiz olmalısan. Bugün bu verilişdə Nihan'dan çox gözəl açıqlamalar gəldi. Yəqin ki, siz hər bir hadisəni, olanı, bir şərh... Günahı heç kimdən görməyir. Dilindən eşitir. Heç kimdən, mənim zəhləm gedir. Filan kəs mənə neynədi? Deyirəm, sən filan kəsə neynəmirsən? Ondan danış. Hə. Ondan danış. Məndən gizləmə. Misal üçün, mənə ofisant gələr, ofisantı heç kim bilmədən gizlin baxıram. İşçiyə.
saat telefonla danışırım zaten. Görsən də. Hər şey nə deyə ya? Hə, papa gələcəm də mənimlə. Müdür Azər bəyə deyirəm, orada deyirəm, Azər, bura gəl. O ofisant da anasına, atasına hörmət eləmir, xəbərim var. O sənə necə hörmət eləyəcək? Mənə necə hörmət eləyəcək? Bura gələn anaya, ataya necə baxacaq? Şeyboy gözü ilə, oğru gözü ilə baxacaq. Onu çıxart, xətrinə dəymə amma. Elə işdən ayır ki, xətrinə dəymə. Yəni, insan qəlbi qırmada, mən üçün o çox dəhşətdir də, yəni. İndi gördün yanımda, kofe içən yerdə uşaq götürdü, stakanı apardı, heç nədən sındırdı da, yəni. Bir dənə bunu götür, yəni, buradan yekə kişisə, yəni, bir dənə stakanı götürmək. Onu mənə, ona görə Allah elətdi, gördün, qabağımda sındırdı ki, birdən mən qışqırardım, agresiv olardım, sənin yanında, görsən, nələr baş verə bilərdi. Mən neynədim? Səbr elədim. Səbirli, sakit baxdınız. Baxdım, dillənmədim. Artıq məncə o baxışlardan anladı. Bəzən insan öz sərfi baxışla anladı. Ailədə də belə. Hökmən gərək çığıraydım, qəlb qıracaqdım. Mən uşağın qəlbini qırsaydım. Mən bilirəm ki, bugün sabah əvvəl deyirlər ki, 40 gün, 1 saniyə, 1 dəqiqədir. Pislik elə sənə qayıdır. Ya boş söhbətdir. Əvvəl bir əsr 100 il idi, sonra 50 il oldu, sonra 10 ilə keçdi, sonra bir əsr 1 ildir, 3 ildir, 2 ildir, bilin. Görün, sən necə illər... Mən o siyasətə keçmək istəmirəm. Bax, illər aylara dönüb, aylar həftələrə, həftələrdəki günlərə çox qısalıb da, gör necə tez keçir. Mən ora keçmək istəmirəm, vaxtımız azdır. Oradan danışmaq istəmirəm. Onu başqa vaxtda danışarıq. Başqa vaxtda danışarıq, amma mən bilirəm ki, elə belə demirlər, ölüm var. Ölüm varsa sən də öləcəksən, mən də, hamımız öləcək. Sən bilirsən vaxtın saniyəsi. Yox, onu heç kim bilmir. Mən də bilmirəm. Bura bax, indi danışırıq. Özümüz deyirik ki, vaxt bilmirik, saniyə bilmirik, çıxandı. Və niyə yaxşılıq eləmirik? Sual verməlisən özümə. Öləcəm axı. Yaxşı olmalısan. Yox, mən özümə hər gün hesabat verirəm. Mənim hesabatım olmasa, mən gözüm açıq. Yaxşı olmalısan. Mənə deyirlər ki, niyə kifir danışırsan? Ne deyirsən ki, öləcəm də öləcəm. Deyirəm, siz qəribə adamsınız. Mən öləcəm deyirəm ki, hər kəs onu düşünür. Ölməməzlik qazanmaq üçün yox. Mən öləcəm deyirəm ki, hər gün özümə deyim ki, öləcəm ki, çaşma. Hesabat verməlisən. Çaşma. Belə elə, çaşma, öləcək. Çaşma, paylaş, bunu ver, bunu elə, bunu elə, bunu elə. Yəni, mən onun üçün deyirəm fikirləşəm. Hə, sən ölməsəydin, mən həyatda qalsaydım, bunu dəfələrlə deyirəm. Efirdə də demişəm. Onda rəqabət edərdim. Necə, yəni, İbrahim qalıb həyatda mən ölürəm. Demək, mən nə eləyim ki, mən də qalım. O başqa şey. Həyatda ölüm varsa, paylaş. Çağırılmamış qonaqdır. Gül, hə, gül. Bəzən anekdot danışırlar, gülə bilmirəm, yalandan gülürəm. Elə. Gedəndə də ki, nəyə gülürsən, heç gülməlidir, deyirəm, qırma da qəlbin gül. Dolçalar elədir, məndə də olur. Bəzən elə bir söhbətə məcbursan qulaq asmaq, hörmət eləməlisən axı, o insan da danışmaq istəyir. Hayır, ben bir çay verim. Ünsiyyət istəyir, ben yan. O suyumu verirsin. Bax, biz susamırıq da, bizim ətrafımızda insan çoxdur, amma bəzi insanlar var ki, susuyublar ünsiyyətə, xoş sözə, deyirlər ki, mən danışsın, Niyam Səlami məni eşitdi, dinlədi və güldü. Oyla, onun bəlkə də o bizim üçün maraqsızdır, amma bizim onu dinləməyimiz, bizim ona hörmətlə yanaşmamız o insana bir dünya verir. Bir qadın mənə zəng elədi, məni gəzir, səni istəyir, Eldəniz zəng elədi ki, Niyam bəy, bir xanımdır, prosesi görmək istəyir. Dedim, nədir, qazi anasıdır, ya veteran, məsəl üçün, nəsə, kimdir, bir soruşun. Dedi ki, adi xanımın prosta Niyam bəy görmək istəyir. Ay Allah. Üzr istəyirəm, mən deyim, ikinci mərtəbədə otaq var idi, balaca otaq. Mən otaqda sevən deyiləm, axı, kabinet, mənlik deyil. Normal otaq olsun, ya mənim ofisim olsun, mən ofis üçün yaranmamışım, iş üçün yaranmışım. Öz otağımda ibadət edirdim. İbadət elədim, qutardım, elə bir mənə dedilər ki, sən necə ibadət edirsən? Ya Allah deyirsən, bir Allahın yaratdığından xəbərin yoxdur. Elə mənə bu söz dedilər. Tez dedim ki, o qadını tapın, zəng eləyin, bir gəlsin, görüm nədir. Qadın gəldi, oturduq elə belə bir bacı qardaşım oturmuş, gördüm. Qadının belə əlləri yanıb da belə. Dedim, can, buyurun.
Dedim, mən sizin yanınıza nə pulçu, nə heç bir şey üçün gəlməmişəm. Sadəcə olaraq mən sizə efirdən baxmışam. Sizinlə dərdləşmək istəyirəm, bir danışmaq istəyirəm. Dedim, aycan, buyurun. Dedim, nə olub? Üzr istəyirəm, dedi ki, evim kasıb adamam da, təndirdə çörək bişirirəm deyəndə, gözüm doldu, rücbalan özüm saxlamışam. Dedi, bundan kvartan qallam, neynirəm. Dedim, çox danışma dedim, elə özüm də belə dedim. Dedim, sən hala çox danışma, belə kövrələrəm indi. Dedim, əsas məsələ, dedi, mənim evimi başqasına da satıblar, ona buna, mən belə. Dedim, axı, mənim sizə nə köməyim dəyə bilər, neyiniyim? Mən müğənni adamam, neyiniyim? Yəni, o ev satmaq məsələsində mən bilmirəm, sizə məhsiz ki, elə bilirəm ki, ürəyimi sizə boşalsam, rahatlaşacam. Dedim, oradakı bir adamın nömrəsi var mı sizdə? Dedi, filan kəsim, evi satan, mən həmən yığdım. Promoy. Dedim, qardaş, mən Azərbaycanın müğənnisiyim, Azərbaycanın Talış balası, özü belə danışıram. Talış balası, niyəm salamıdır sinəndə? Haycan, niyəm müəllim. Dedim, haycan dedin, ha. Niyəm müəllim dedin, ha, indi qabağacadan səni soğurtalıydım. Bax, deyirəm sənə ya, elə bir şeyə zəng eləm ki, sən onu kesməməlisən. Çünki Azərbaycanı bir-birimizə kömək üçün sənə zəng eləmişəm. Can, buyurun, məsələni danışdım. Buna, demək, bir adam da bundan, bu pul istəyib bu xanımdan ki, mənə bu qədər verir ki, bu kasıbdan. Mənə verir ki, bu siyahıya birinci səni salım ki, deyim ki, bu kasıbdır, bunu eləmək lazımdır. Dedim, ata, o kasıbdır da, pulu təndir, bişirə, çörə, pul yığıb filan qədər. Kömək elə də ona. 10.000 ondan alacaqsan, 5.000 bundan alırsan, mən sənə zəng eləmişəm, səndən çox xahiş eləm Azərbaycanımız kimi. Buna kömək elə. Ona kömək elədilər. Nəyi qazandım? Bu qadın məndən bir dənə dərdləşdi. Nə xoş mənə. Savab. Tövbə əstəğfurullah, mən kiməm ki? Peyğəmbər övladı deyirəm, nə bilim, Seyid deyirəm, nə bilim ki, dini, misal üçün, lider deyiləm, dini adam deyiləm ki, bu insan mənim yanıma gəlsin, Allah kəlamları ilə, hədislərlə, nə ilənsə, bunu Allah gətirib qapınıza, savabı da qazandı, yazdı bizə. Savab qazanmaq lazım. Bitti. Ona görə də paylaşmaq, bölüşmək, bizim əcdadımıza getməyin. Bizim əcdadımızın savadsızlıqdan çox səhvi ola bilər. Dində də ola bilər. Hər siyasətdə ola bilər. Mən niyə onların səhv addımını addımlamalıyam? Niyə? Niyə? Sən ürəyi görərsən, yaxşı giyinib, yaxşı bilən, ürəyin gedər o adama, hər şey qurban. Bir fikirləş. Misal üçün, özünə sual verməlisən ki, bəlkə məni Allahdır. Bir maraqlanım. Mən inananam hər kəsə. Yox, biz də eləyik də. Dolçalarıq da tez inanırıq. İndi yox. Amma mən inanırsan, yenə də insanlar məni aldadırlar. Yox, maraqlanmalıyım. İndi mən açıq danışım. Mənim yanımda elə kollektiv... Siz, mən xanımam, ondan da olur. Aycan, olar da, əlbəttə ki. Üzr istəyirəm. Misal üçün, belə söz verilir, eşitdilər, bir-biri ilə eyni şeydədirlər. Sərbəstlər, qadınla kişi. Mən onu dəstəkləyirəm. Amma bəzi yerdə qadınla kişi bərabər ola bilmir. Qadın kişidən qabaqda getməməlidir. Bəzən qadın, sən öz qadınını qabaqda gedib, özün daha arxada gedə bilərsən, o başqa şeydir. Qadın kişinin yanında olmalıdır. Belə gəzməlidir, bax bu da. Bax, məsəl ki, qadına zərif, incə deyirlər, gözəl deyirlər. Kişiyə demirlər ki, kişi gözəldir, incədir, zərifdir. Kişi, məsəl üçün, kişiyə gözəl söz... Yaraşıqlı deməlisən kişiyə, gözəl deməməlisən. Gözəl xanımı deyil. Yox, gözəl nədir? Yaraşıqlı, igid. İgid. Yox, biz belə eşitmişik. Cömert. Mən belə eşitmişəm, biz belə eşitmişik. Yəni, igiddir, filan kəs igiddir. Maşallah, boylu, buxunlu, bu söz. Yaraşıqlı deyirlər, amma gözəl, doğrudan da gözəl. Onu xanıma deyərlər. Gözəllik xanıma deyərlər. Ona görə də Azərbaycan xanımlarına mən hədsiz Azərbaycan yeməyinə, Azərbaycan kültürü dünyada kimsə mənim yanımda, kiminsə yanında gedir deyir, Avropa belə, biz Avropada. Çox geri zəkalı insandır onlar. Avropa sənin gəlib qutavı yiyir. Avropa gəlib sənin paytaxtını gəzəndə niyə içəri şəhərə girir? Düzdür. Niyə Qız Qalasını görmək istəyir? Niyə Şəkini görmək istəyir?
Niyə qalaları görmürsün? Azərbaycanı onunla tanıyırlar. Azərbaycan odur. Tarixi ilə, mədəniyyəti. Mədəniyyəti ilə bizim mədəniyyət çox zəngindir. Ailəli yar ondan tutmuş muğama qədər, xalçalığa qədər, şəbəkiyə qədər Azərbaycanı qorumaq bizim borcumuzdur. Bir dənə onu biləcəm də, eləyəcəm də, biz bir olmalıyıq. Bir olmalıyıq, hamımız dövlətimizin, başçımızın yanında qalmalıyıq. Ağladınmı həyat üzünə gülüncə? Dostum, sən də mi keçdin çətin sınaqlardan? Dostum, bezdinmi ömründə yersiz qonaqlardan? Attınmı güvənini bir kənara bir küncə? Ağladınmı həyat üzünə gülüncə? Savadlısansa ya savad al, ya da savad ala bilmirsənsə kimdənsə savadlı adamdan nəysə örgən oğurla gözəl şeyi. Nə var əyri şeyi oğurlaya bilirsən, videoyu çəkib məni şantaj eləyə bilirsən? Ha? Yaxşı səsimi yaz, yaxşı filan kəsə göstər. Hünərim var elə. Bizim verilişimizin artıq sonudur. Həqiqətən Monitoring TV-də bizim qonaqda Niyamla deyir, evinə qonaq gələndə deyir, su qaba girdi oldu içməli, belə bir söz var. Doğrudan da Niyamla qədər səmimi olduq ki, qonaq çünki evə gələndə hər zaman ona ən yaxşı çay verirsən, ən yaxşı yerdə tuturursan. Çünki Azərbaycan biz, o vareyinə söhbəti var ha, bunlar. Hətta türklər bizə deyir ki, sizin o qırtlama qəndən çay içmək, çaydır sizdə. Bizim çay süfrəmizin bir zənginliyi var. Abaycan. Və təşəkkürümü bildirirəm ki, vaxtımı ayırdığıma görə o qədər işin var, idmanı qoydum. Yox, gedəcəm yenə, amma vaxtında getməliyəm, Aycan, vaxtında. Hər şeyi vaxtında eləməliyəm, məsuliyyətimdir. Bugün həqiqətən bizim qonaqda bir monitoring keçirdik Niyamla. Hər söhbətə toxunduq, hər bir mövzuya toxunduq. Dünya insanıq da, mən sizə təşəkkür eləyirəm. Ağlınıza görə, zəkanıza görə. Çox sağ olun. Xanımlığınızdan düzgün istifadə elədiyinizə görə, Azərbaycan xanımı olduğunuza görə mən sizə Allaha təşəkkür edirəm ki, Allah sizə nə yaxşı belə yaradıb, nə yaxşı göz rəngi verib sizə, nə yaxşı danışıq verib. Hər adamla təmasda ola bilmir, hər adamı danışdıra bilmir. Sən mənə bir sual verərsən, bir sual içində bir dərya ala bilərsən, o xanımsan. Bir sual verdin, Çox gözəl. Yəni mən bugün sizdən eşitdiklərimlə belə zənginləşdim. Yaşadıqlarımı sənə danışdım. Az, 40 dəqiqə. Amma niyəm çox zənginləşdim, inanırsan. Elə bil ki, biz aparıcıyıq da, insanla danışanda nə olsun biz aparıcıyıq, biz də zənginləşmək istəyirik. Hər bir həyatda özümüzə bir su içirik bir qab. Hər insan bir susuyur da, hər bir qabdan bir su içirsən. Doğrudan da bugün mən o qədər zənginləşdim sizin söhbətlərinizdən. Təşəkkür edirəm. Allah sizi var eləsin. Təşəkkür edirəm. Bizim təşkilati dəstəyimiz hər zaman yanında olan. Dayan, bir dəqiqə. Dayan, bir dəqiqə. Eşitmişəm, iğdə ilə də aron yaxşıdır. Ver bunu mənə. Bu sizə... Baba, indidən sənə deyirəm. Sizə deyirəm ömrüm. Mənim öz parfümüm var. Adı Niyam Salami Gecələri. Mənası belədir. Yəni onu vurdun, getdin özündən. Mən iğdə, bax bunu verəcəm qaziyə. Mən açıq danışan adamam. Çox gözəl. İğdəni verəcəm yanımdakı qazi vursun. Mənə, səndən istəyirəm. Mənə qəşəng bir parfüm hazırlayın ki, o iğdəni vuranda Azərbaycan iyi gəlsin. Var. Mən mütləq onlarda xahiş edirəm Şuşa, Laçın ətirləri. Bilmirəm. İndi bilmirəm onu nə edəcəksən. Əncir iyi gələcək, tut yarpağı iyi gələcək, tabak iyi gələcək. Tabakı sevən adamam. O belə necə nəmişdi, tabak iyi, nə bilim o belə tüstü iyi deyim, nə deyim. Onu sevənəm. Şimdi tapşırdım sizə. Bir dənə qardaşın üçün qəşəng hazırlayırsan, verirsən mənə. Biz onsuz da tezliklə görüşəcəyik. Və sizlərlə sağollaşıram. Sonunda deyirəm ki, söz, ağızdan çıxan söz iki ağızlı qılıncdan itidir. Bir sözdən deyir ki, siz elə bir spiçka ilə bütün meşə yanır. Sözlə bir insanı yandıra da bilərsiniz, onu ayağa qaldıra da bilərsiniz. Ona görə gəlin ağzımızdan çıxan sözləri hər zaman düşünək və insanlara sözlə dünya yaranıb. Nə özümüzü, içimizi yandıraq, nə cəmaatı yandıraq. Və sözlə dünya yaranıb. Gəlin sözümüzlə dünyanı yaradaq və sevgi bəxş edək. Sağ olun. Can, çox sağ olun.